görürsən ki, dindardır, mömindir. Bunlarda bu hal yəni olur. İndi bəzən deyə bilər ki, axı bir insan dindardır, mömindir. Niyə bunda bu hal olsun ki? Dindarda qorxu olmamalıdır, panikada Zəhni ilk gələn olmamalıdır. olur ki, daha da aram olmalıdır. Bəli, çünki insan Allah'a ibadət edən insanlar, onlar dünya və axirətini bilirlər, axirət inancları var, Allah inancı var. Onlar nədən qorxmalıdırlar ki? Niyə ölümdən qorxmalıdırlar? Bəzən bunlar o zaman olur ki, bizim imanımız zəif olanda, etiqadımız zəif olanda və yaxud psixoloji nə vaxtsa travma almışıq, o köklü formada həll olmayıb deyə bu namaz da qılır, bunda yanılır. Bəzən deyirlər, mən namaz da qılıram, Allah yalvarıram, deyir, ilahi, nə olar bu qorxu məndən al, bu qorxunu məndən uzaqlaşdır. Nə olar bu panikadan məndən geçsin. Biri vardı, seansda deyirdi ki, mən Allaha gücə yalvarıram, dua edirəm, ağlayıram, ilahi, bu qorxunu mənim canımdan alacaq. Bu panikadan məndən uzaqlaşdır. Mən rahat yaşamaq istəyirəm, huzur yaşamaq istəyirəm. Allah deyir, almır. Elə var bunlar. Düzdür, bəzən olmur. Çünki insan köklü formada bunu həll edə bilmir. Sadəcə dua ilə həll edə bilmir. Dua ilə həll olmaz.